İki qardaş var idi, bir ata-anadan. Aha. Doğma qardaş idilər. İkisi də bir ailədə böyümüşdülər. Bir dədənin, nənənin çörəyindən, suyundan yemişdilər, içmişdilər. Birinin adı Əmr idi. Birinin adı Əli ibn Qərze-i Ənsari idi. Əmr hidayət olmuşdu. İmam Hüseynin qoşununda idi. O biri isə Əli ibn Qərzə isə düşmən tərəfdə idi. Ömər ibn Səədin ordusunda idi. Maraqlıdır. O ki zəlalətdə idi. O dil tökürdü Əmrə ki, sən hardasan, gəl qoşul bizə, öləcəksən falan deyəcəksən. Bəzi sözlər deyirdi buna. O qardaş da deyirdi, yox, sən zəlalətdəsən. Mən doğru yoldayam. Mən hidayətdəyəm. Bu sözləri ona cavab olaraq deyirdi. Ondan sonra ki o qardaşı Əli ibn Qərzə gördü, yox, qardaşını çəkə bilmir özünə tərəf. Üzün tutdu İmam Hüseyin əleyhissalama, ağır danışdı. İmam Hüseynə yalançılıqda ittiham elədi İmam Hüseyin əleyhissalamı. Dedi, mənim qardaşımı zəlalətə salırsan belə. İmam Hüseyin əleyhissalam ona dedi, yox, Allah sənin qardaşını hidayət edib, amma səni zəlalətə salıb deyə cavab verir. Doğrudan bu hadisənin özü görün necə bir hadisədir. İki qardaş biri ailədə böyüyüb, biri hidayətdədir, biri zəlalətdədir. Bəs insanların öz seçimi, öz istəyi ilə baş verir hidayət ya zəlalətləri. İnsanlar özləri seçirlər. Deyir, bu oğlan, bu qardaş ki, İmam Hüseynin qoşununda idi, Əmr, getdi meydana və rəcəz oxudu. Canımı İmam Hüseynə fəda eləyərəm dedi və canım fəda elədi. Düz. Elə ki, yıxılmışdı İmam Hüseyin gəlirdi adətən başları üzərinə. Gəldi, İmam Hüseyni görəcək, dedi ki, yəbnə Rəsulillah, əvəfəytu, mən vəfa elədim əhdimə, Peyğəmbər balası deyə. İmam Hüseyin əleyhissalam dedi, nə, bəli, sən vəfa elədin. Sən məndən öncə cənnətə getdin.